İşğala son qoymaq və torpaqları işğaldan azad etmək üçünsə bir neçə vacib məsələ öz həllini tapmalı idi. Gəlin görək bunlar hansılardır? Birincisi iqtisadi güc, ikincisi ordu quruculuğu, üçüncüsü milli birlik, həmrəylikdir. Məlumdur ki, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə atəşkəs təmin olundu və Qarabağ üzrə uzun müddətli danışıqlar prosesinə start verildi. O da yaxşı məlumdur ki, Ermənistan həmin danışıqlarda torpaqları azad etməmək üçün bütün vasitələri əl atır, bəhanələri uydurur. Erməni lobbisinin təsiri altında olan dairələr isə Azərbaycanın haqlı mövqeyini müdafiə etmir. Əksinə, Azərbaycanın üstünə gəlirdilər. Nəticədə BMT, ATƏT, AŞPA, NATO və digər təşkilatlar çərçivəsində qəbul edilən sayısız hesabsız qərar və qətnamələrə məhəl belə qoymayan Ermənistan daha da azğınlaşır. İşğalçılıq planlarını davam etdirəcəyi ilə bağlı Bakıya ultimatumlar göndərirdi. Və bütün bunlar o reallığı ortaya qoyurdu ki, təcavüzkar hüquqi və ədalətli yollarla işğal etdiyi torpaqlardan çıxmayacaq. Odur ki, siyasi gündəliyə ikinci yol, yəni hərbi yol çıxdı. Bunun üçün ilk növbədə beynəlxalq fəaliyyət çərçivəsində diplomatik üstünlüyün təmini ən vacib şərtə çevrildi. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq və əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq. Və bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Və bu amillər, digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırırdı. Gəlin görək həmin digər amillər hansılar idi? 1. Ölkədə ictimai-siyasi sabitlik tam bərqərar oldu. 2. Vətəndaş həmrəyliyi, vətəndaş xalq birliyi, xalq-iqtidar birliyi əsas amillərdən birinə çevrildi. 3. Gənc vətənpərvər nəsil formalaşdı. Məhz vətənpərvər gənclərin nümayiş etdirdiyi mənəvi keyfiyyətlər zəfərin əsas amillərindən biri sayılmalıdır. Amma burada digər vacib səbəblər də var. Bunlar hansılardır? İşğalın davam etdiyi dövrdə Azərbaycan qlobal və regional xarakterli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək böyük bir coğrafiyada strateji tərəfdaş statusunu qazanmalı idi. Bir tərəfdən dost ölkələrin sayı artmalı, digər tərəfdən də ordu quruculuğu sayəsində əldə edilən nəticələr, döyüş qabiliyyəti, ən müasir silah və texnika ilə təchiz olunmuş mobil ordunun formalaşması mütləq idi. Çünki bütün bunlar böyük qələbəni təmin edən başlıca faktorlar sayılırdı. Və çox şükür ki, biz bütün bunları etdik. Güclü ordu yaratdıq. Və bu güclü ordu faktoru da bir qədər öncə dediyimiz kimi yeni torpaqlar ələ keçirmək xəyalı yaşayan Ermənistanın arzularını ürəyində qoydu. Daha dəqiq desək, arzular həyata keçdi, lakin fərqli formada. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi, onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.